Hörmətli izləyicilər, Doktor Podkastının növbəti efirinə xoş gəldik. Bugünkü qonağım ağız və üz çənə cərrahı Xəyal Aşurəliyevdir. Təminatımız, ədəbiyyatımız falan yox idi, ancaq rus məktəblərini falan oxuyurdum. Loqoped açıq xəstələrin öz inisiativindən buraxıram, loqoped seçimini xəstələrin özündən buraxıram. Mən düşünürəm ki, bunlara ixtisaslı həkimlər tərəfindən təlim keçirilməlidir. Qohum evliliyi də zaten o vaxtlar çox idi də indi azalıb qohum evliliklərimiz. Yenə var bəlli bir bölgələrimizdə. Dovşandodaq qurdağızla doğulsalar, damaq yarığından doğulsa uşaq araşdırıb yenə sizləri tapacaqlar. Yəni o baxımdan onun üçün mən gərək stomatoloq olardım ki, xalq tərəfindən də. Amma xalq tərəfindən təbii ki, ziyan görən xalqdır. Ümumiyyətlə mən həmişə deyirəm, Azərbaycan stomatologiyanın, müasir stomatologiya inkişafında bir neçə insan var ki, təkan verir. Mənim çıxışımda ciddən çox yaxşı çıxışdı. Anar doktoru elə hazırlamışdı ki, məni ciddən, yəni 5-ci kurs tələbəsi damaq yarığına. Bu dəqiqə 5-ci kurs tələbəsindən soruşaq damaq yarıqlarını nə bilirsən? Ümumi anatomiyadan başqa heç nə deməz yəni. Hörmətli izləyicilər, Doktor Podkastının növbəti efirinə xoş gəldik. Bugünkü qonağım ağız və üz çənə cərrahı Xəyal Aşurəliyevdir. Xəyal doktor, xoş gördük səni. Xoş gördük Hüseyn. Necəsən? Hər şey yaxşıdır. Qeyd edim ki, Xəyalın və mənim elmi rəhbərim rəhmətli professor Yunus Yusubov olub. Bizim elə tanışdığımız da məhz o dövrdən başlayıb. Təqribi 2003-cü illər, 2004-cü illər olardı. Biz bir yerdə hətta gecə növbələrində qalırdıq. Çox maraqlı xatirələrimiz var və bu günə qədər dostluğumuz, həmkarlığımız davam edir və belə deyim, 20 ilə yaxın bir yol keçmişik. Hər birimiz öz istiqamətimiz üzrə inkişaf etmişik. Müəyyən qədər iz buraxmışıq və bu gün əsas mövzumuz anadan gəlmə üz çənə nahiyəsinin qüsurları, anomaliyalarıdır və onların müalicə üsulları. Ən əsas isə valideynlərə buradan xüsusi mesajımız olacaq. 20 il müddət az vaxt deyil. Həm belə deyək, yaşımız artdı, həm təcrübəmiz artdı, həm statusumuzda dəyişikliklər oldu. Bu 20 illik tibb sahəsində məsafədə nələr dəyişildi, nələr qaldı, nə dəyişmədi heç? Mən rəsmiyyəti yığışdıraq, doktor falan yığışdıraq xəyallah. Məsələn 20 il qabaq xəyal idim, yenə. 20 il gözəl keçdi. 20 il yaxşı keçdi. 20 il əziyyətli keçdi. İşlədik də Hüseyn. Yəni üstümüzdə çalışdıq, çalışmasaq. Mən nəyə xatırlayıram? Biz gecə növbələrində çox maraqlı bir dostluğumuz oldu. Çox belə yadda qalan məqamlar vardı. Sonradan Xəyal getdi ordinaturaya, Ukraynaya, Kiyev şəhərinə. Və bir neçə ildən sonra Xəyalı mən orada gördüm. Xəyal tam başqa adam olmuşdu. Artıq yüklü, məsuliyyətin altında. Özü səhv eləmirəmsə yeni ailə qurmuşdu o vaxtlar. Həm ailə, həm dissertasiya, həm xarici ölkədə Azərbaycanı təmsil etmək. Artıq o zarafatçı Xəyaldan bir şey qalmamışdı. Çox dəyişilmişdi. Onda mən Xəyalı artıq başqa cür gördüm. Xəyal, ümumiyyətlə, bax, bu bizim səhiyyənin aktiv nümayəndələrindənsən də, həm dövlət strukturundasan, həm özəl sektordasan. Ümumiyyətlə, bax, tələbəlikdən bu yana sən nələrin müsbət tərəfdən dəyişdiyini gördün? Nələrin müsbət tərəfdən dəyişdiyini gördüm. Bizim dövrü xatırlayırsan sən də? Semaşka vaxtları. Semaşka vaxtlarını xatırlayırsan, məsələn, növbəyə çəkdiyimiz vaxtları xatırlayırsan və biz təhsil alanında çox kasıb təhsil aldıq. Azərbaycan təhsilində çox kasad deyək. Kasad. Maddi dəstək, maddi deyirəm, ədəbiyyat dəstəyi baxımından çox kasad böyüdük. Sonradan inkişaf elədi. İndiki uşaqlar, indiki tələbələr, ruslar demiş vizyon. Onlar yəni bütün günü, ayın 2 günü konferanslar falan olur. Bizim dövrümüzdə konferans falan yox idi. Bir-iki dənə bir də Allah rəhmət eləsin Yunus Yusubov, Yunus müəllimin bir dənə kitabı var idi. Başqa təminatımız, ədəbiyyatımız falan yox idi, ancaq rus məktəblərini falan oxuyurduq. Yəni indiki uşaqlar bəxtləri gətirib o baxımdan. Maşallah yaxşı ayda bir dəfə, ildə 3 dəfə, 5 dəfə konferans təşkil edirsiniz, gəlirlər, bəhrələnirlər. Amma bizim vaxtımızda və ya sizin vaxtınızda hardasa orada burada kimsə örgətsin, gedək əlinin altında işləyək falan filan. Şeylə adamlar da çox deyildi. Doğrudan da Allah Yunus müəllimə rəhmət eləsin. Elə hal-hazırda da bütün stomatoloqlar üz çənə cərrahiyəsi ixtisası üzrə onun kitabından bəhrələnir, oxuyur. Necə ki də biz oxumuşduq o. Bizim dövrümüzdə balaca broşur idi, indi artıq kitab şəklindədir. Düzgün vurğuladın ki, o vaxt nəinki kitablar, ədəbiyyat, heç təcrübə üçün, praktika üçün də heç bir şərait yox idi, amma bizim içimizdə bir entuziazm var idi. Biz hamımız nəsə öyrənmək istəyirdik. Belə yaxşı mənada qapı-qapı gəzirdik ki, kimsə bizə nəsə öyrətsin, amma əfsuslar olsun indiki gənclərdə mən onu görmürəm. Bəlkə də indi hər şey rahatdır, soruşmağa adamları var, amma bizim dövrümüzdə yox idi. Yəni biz tez-tez xarici ölkələrə gedərdik, nəsə öyrənib gələrdik. Bu baxımdan yaxşıdır.
Bəs indiki dəyişiklik müasir səhiyyənin standartlarına cavab verirmi? Yoxsa hələ onu vurğulayım ki, biz tələbəçilik dövrümüzdə nəyisə öyrənməyin yetimçiliyini çəkmişik. Ağır belə kavычkах qoyuruq, yəni dırnaq yetimçiliyini çəkmişik. Çünki biz öyrədəcək bir baza çox deyildi. Sonradan yəni uzmanlıq falan, uşaqların uzmanlığı falan oldu. Məsələn biz getdik ki, dissertasiya falan. Özlərimizdə işləmək istədik. Dəyişən nə oldu? Kulminasiyanın üzrə Azərbaycan səhiyyəsində 2003-cü ilin və ya 2006-cı ildən 2026-cı ilin 20 ilin səhiyyəsində Azərbaycanda qlobal dəyişikliklər oldu. Əvvəla açıq şəkildə deyə bilərəm ki, mən Kiyevdən 2015-ci ildə qayıtmışam. Mən Kiyevdən qayıdanda mən dövlət xəstəxanasında işə düzəlmək üçün 30.000 məbləğində məndən pul istədilər. Yəni bu o dövr elə idi zaten, pulunu verib. Amma sonradan nə oldu? Dövlət məsələn yaxşı kadrlarını, yaxşı həkimlərini, uzmanlıqdan gələnləri və digər ölkələrdən gələnləri, Almaniyadan, Fransadan gələnləri öz çətiri altında yığmağı bacardı. Yəni yaxşı işə də elədi. Niyə? Çünki bundan bəhrələnən xalq oldu. Və digər həkimlər. Təbii ki, digər. Mən xalq rakursundan danışıram. Yəni hər kəsin imkanı çatmırdı getsin artıq özəl klinikalarda bəlli bir yüksək məbləğləri ödəsin, getsinlər əməliyyat olunsunlar. Dövlət xəstəxanalarında dövlətin təmin etdiyi bazalarla, dövlətin təmin etdiyi şəraitlə dövlət xəstəxanalarına gəlib əməliyyat elətdirə bilirlər. Sonuçda nə oldu? Xəstələrin pulu cibində qaldı. Yəni o özəl klinikalarda gəlib o yüksək məbləğləri ödəmək zorunda qalmadılar. Dövlət yaxşı kadrlarına sahibləndi. Dövlət xəstəxanaları ciddən yaxşı kadrlarla zəngin oldu və bu baxımdan Azərbaycan deyərdim ki, Azərbaycanda icra olunmayan, mən təkcə bizim stomatologiya nüsxə nəzərəsini demirəm amma Azərbaycanda ciddən dünya səviyyəsində əməliyyatlar icra olunur. Dövlət xəstəxanalarında Azərbaycanda dünya səviyyəsində əməliyyatlar olunur. Bu da tələbələr üçün də yararlıdır. Bizim üçün bir dənə semaşka var idi məsələn, bir dənə semaşka var idi. Artıq neçə xəstəxanada gəlib tələbələr növbətçi qala bilirlər və rezidentura keçirirlər. Həm həkimlər, yeni başlayan həkimlər qazandı, həm də xalq qazandı. Çox doğru vurğuladın, xəyal. Amma özəl klinikalarda kölgəyə qoymayaq. Mən düşünürəm ki, mənim şəxsi fikrimdir. Mən düşünürəm ki, Azərbaycanda səhiyyənin yüksəlməsində məhz özəl sektorun böyük rolu var. Rəqabət olduğuna görə. Çünki fərdlər üzərində quruldu özəl sektor və güclü həkimlər özəl sektordan başladı və daha sonra artıq icbari sığorta və digər səhiyyənin strukturları yarandı ki, artıq dövlət xəstəxanaları da bu dəqiqə öz sözünü deyir. Ümumiyyətlə dövlət xəstəxanalarına özəl xəstəxanaları müqayisə eləsən, hansını seçərdin? Mən dövləti seçərdim. Mən həmişə xəstələrimə deyirəm, özəldə də əməliyyat eləyə bilərik, dövlətdə də əməliyyat eləyə bilərik. Deyir, özəllə dövlətin fərqi nədir? Deyirəm, özəldə abeddə banan verirlər, dövlətdə vermirlər. Direksiya yolunu da verirlər. Yəni təminat dövlət xəstəxanalarında təminat kifayət qədər ciddi təmin olunur. Yəni xəstə üçün, xəstə yaxınları üçün, kadr olaraq da, təminat olaraq da, təminat dediyim dərman təminatları, dövlət xəstəxanalarında təmin olunur. Sən sadəcə stomatoloji özəl klinika ilə dövlət xəstəxanalarının o major cərrahiyyəni qarışdırma. Zaten Azərbaycanda bu dəqiqə səhiyyənin çox inkişaf eləmiş sahəsi stomatologiyadır. O da yəni ruslar deyir, niyə zaşda olmuyor? Sizin bəlli bir kontingent var ki, bəlli bir nəsil oldu ki, bu nəsil hansı nəsildir? 2010 civarında təhsil alan uşaqlar. 10 civarında dediyim, yəni qəbul olan uşaqlar. Yəni ən bazasında siz təşkil elədiniz. 2000-2010-cu ilə qədər təkmilləşdiniz, üzərində işlədiniz və bu dəqiqə Azərbaycan stomatologiyası dünya stomatologiyasına geri qalmır sizdən bildiyim qədərilə. Yəni, bu barədə sən danış. Həqiqətən onu düzgün vurğuladın. Mən həmişə pasientlərimə deyirəm ki, siz dünyanın istənilən ölkəsində, istəyir Amerikada, Almaniyada aldığınız tibbi xidmətin eyni keyfiyyətdə ən ucuz qiyməti Azərbaycanda ala bilərsiniz. Çünki bizdə həqiqətən stomatoloji qiymətlər ucuzdur. İndi reallıqlar var. Nə qədər belə deyək də tibbi materiallar baha olsa da, bizə çox baha gəlsə də biz onu xəstələrə baha sata bilmirik. Amma deyərdim ki, keyfiyyətdə heç bir ölkədən geri qalmırıq. Təbii ki, düzgün ünvana getmək lazımdır ki, əfsuslar olsun ki, özün bilirsən ki, Azərbaycanda hal-hazırda bir 5000 stomatoloq varsa, onun 50%-dən çoxu diplomsuz ya diş texniklərdə işləyir ki, bu da bizim gördüyümüz yaxşı müsbət işlərə kölgə salır. Çünki ağırlaşması bizə gəlir, sənə gəlir və digər dostlarımıza gəlir. Bu baxımdan istəyirəm sənin də fikir var. Bax,
bilirik hamımız, tanıdıqlarımız da var ki, bəlli bazarda diplomsuz həkimlər var. Necə mübarizə aparaq? Mübarizə aparan dostlarımız da var, amma hələ ki heç bir nailiyyət əldə etməyib. Burada səbəb nə ola bilər? Necə? Oğlum, ben sizin kimi, yəni siz dediyim, sizin camiyə üçün dedim, yəni stomatologlar kimi yaxınlaşmıram. Niyə? Çünki mən stomatoloq işləmirəm. Amma məsələn, mən texnik işləyən həkim tanıyıram, ancaq mən biraz fərqli yanaşıram. Mən nə cürsə yaşamaq uğrunda mübarizə aparır insan. Yəni o insan mənim üçün bir rəqabət aparacağım insan deyil. Yəni mənim kontingentim deyil. Mən sizinlə ünsiyyət quraram, sizinlə rəqabət apararam. Amma o insanlar... Biz də xalq tərəfdən baxsaq da, indi peşəkar tərəfdən deməyim. Peşəkar, yəni o baxma, onun üçün mən gərək stomatoloq olardım ki, xalq tərəfdən də. Amma xalq tərəfdən təbii ki, ziyan görən xalqdır. Xalq da artıq 2026-cı ildə əgər xəstə gedir bir diş texnikini tapırsa diş müalicə elətdirməyə, bağışlayın bu... Problem artıq xəstənin özündə. Problem xəstənin özündədir. Yəni 2026-cı ildə. Tamam, məsələn, ucqar dağ yerlərində olsa ondan razıyam. Həkim tapa bilmir. Həkim tapa bilmir, məcburiyyətdən, yəni ən yaxından, yəni baytar demirəm ki, texnika ən azından nəsə eləsin. Çünki ucqar dağ yerində gəlib hansı stomatoloq işləyəcək ki? Dövlət xəstəxanasında belə gəlib işləməzlər yəni. Zaten ixtisara salınır. Zaten axır vaxtlar dövlət xəstəxanalarında stomatoloqların da buradan mütləq qeyd olunsun, ağır yaralı yerləridir. Mən də bir mənalı qarşılamadım. Məsələn, stomatoloqların Hətta pensiya yaşına çatmış stomatoloqun ixtisara salınmağını bir mənalı qarşılamadım. Təbii ki, rəhbərliyin verdiyi qərarda hörmətlə yanaşmaq zorundayıq. Qayıdaq mövzumuza. Biz Bakı şəhərində 2026-cı ildə texnika... Yəni o baxma, onun üçün mən gərək stomatoloq olardım ki, xalq tərəfdən də. Amma xalq tərəfdən təbii ki, ziyan görən xalqdır. Məsələn, özü canı ilə çəkir, finansı olaraq da özü çəkir. Amma reytinq olaraq da Azərbaycan stomatologiyanın reytinqini salan faktorlardan təbii ki. Deməli, Professor Yunus müəllimin əsas həm elmi işi, həm gündəlik cərrahiyyəsi məhz anadan gəlmə dodaq-damaq yarıqları idi. Həmişə biz ona gülmək üçün də deyərdik, aramızda 5 dəqiqəlikdə deyirlər ki, professor bugün nə əməliyyatınız var? Deyərdin, yox. El arasında buna deyirlər qurdağızlıq, doşan dodaq. Və elə oldu ki, mənim də deməli, ilk illərində, üst sənin cərrəhisində ilk illərimdə təbii ki, Yunus müəllimin assistenti kimi çalışırdım və gördüyüm əməliyyatların 90% məhz bu əməliyyatlar idi. Sonradan Xəyal da Ukraynada o üzrə təhsil aldı, gəldi və bu dəqiqə Yunus müəllimin davamçılarından biri sayılır. Onu elə Yunus müəllim davamçısı kimi görürlər. Ümumiyyətlə, mənim yadımdadır ki, o vaxt Oğuz, Şəki, Qəbələ zonasından bu cür xəstələr çox gəlirdi. İndi statistika necədir? Ümumiyyətlə, indi xəstələrin sayı artıbmı, yoxsa azalmağa doğru gedir? Öncədən deyim, Allah Yunus müəllimə rəhmət eləsin. Bizdə təcə dodaq-damaq yarıqlarını demirəm, düz sənin cərrahiyəsinin bazasını qoyanlardan biri də Yunus müəllim oldu. Yadımdadırsa, mən birinci dəfə damaq qurdağız əməliyyatında Yunus müəllim sən mən üçümüz gəlmişdik. 2005-ci il falan idi. Sonra da yine tali qismət apardı, tələbə elmi cəmiyyətində damaq yarıqlarını götürdüm 5-ci kursda. Sonra Yunus müəllimin istiqaməti ilə çıxdıq, getdik Kiyevə. Orada nə öyrənə bildiksə, yəni əgər bu işi bacarırsa. Yunus müəllim kömək oldu mu sən Kiyevə getməyə? Yunus müəllimlə Kiyevdə də görüşdük. İstəyirdim o haqda danışdı, tələbə elmi cəmiyyəti sonra getdi. Sən Facebookda yazmışdın bir rəy. Hə, o necə olmuşdu? Mən deyim, Yunus müəllimə gəldim, dedim ki, tələbə elmi cəmiyyətində çıxış eləmək istəyirəm. Dedi ki, alan üçün nə gözəl dedi. Şey verdi, dedi damaq yarıqlarıyla məşğul olarsan. Mən bilmirəm damaq yarıqları nədir, ədəbiyyat da yoxdur bu barədə. Bütün damaq yarıqları, dodaq yarıqları barədə. Məni birləşdirdi o vaxtı Anar Usubov, Yunus müəllimin aspirantıdır. Məni Allah Anar doktora buradan salamımızı çatdırır. Anar doktorun sağ eləsin. O da hazırda o özdə. Bəli, yəni biz eyni sferadayıq, damaq dodaq yarıqları məşğuldur. Anar doktora məni tapşırdı. Anar doktor çox əziyyətimi çəkdi. Ortaya bir iş çıxarda bildik. 2007-ci ildir deyəsən. Tələbə elmi cəmiyyətində abi çıxış elədim, birinci yer tutdum fakültə üzrə. Fakültə, stomatoloji fakültədə birinci yer tutdum. Sonra dekanlıqdan zəng elədilər, o dördün dekanı adını çəkmirəm, rəhmətə gedibdi. Çağırdı ki, Xəyal, sən fakültə üzrə bitdi, indi universitet üzrə yenə olacaq tələbə cəmiyyət. Bu dəfə hər fakültədən birinciləri rektorun qarşısında çıxış eləyəcək. Dedim, yaxşı. Dedi, eyni çıxışı təkrar edirsən, dedim, yaxşı. Sevincirəm, belə qürurluyam. 2 gündən sonra... Mən yadımda da o. Hə, 2 gündən sonra dekan yenə çağırdı məni ki, gəl bura gəldim, dedi ki, bəs fikrimizi dəyişdik, səni verəsi olmadıq, başqasını veririk.
Mənim çıxışımda cidden çox yaxşı çıxışdı. Anar doktor elə hazırlamışdı ki, məni cidden, yəni 5-ci kurs tələbəsi damaq yarığına, bu dəqiqə 5-ci kurs tələbəsindən soruşaq damaq yarıqlarında nə bilirsən? Ümumi anatomiyadan başqa heç nə deməz yəni. Major hazırlaşmışdıq. Hayır, zaten mövzusu da major mövzuydu. Dedi ki, rəhmətli dekan dedi ki, səni verəsi olmadı, başqasını verəsi olduq. Dedim, niyə? Dedi ki, bəs elə məsləhətləşdik. Dedim, nətər yəni. Yəni mənim mövzumu hansı mövzuya tərcih elədiniz? Qayıtdı ki, bəs sınan diş protezlərinin təmirinə. Yəni ortopedik sınan diş protezlərinin təmirinə. İndi yaxşı stomatoloqsan, sizə hörmətlə yanaşıram da damaq özünlə məşğul olmuşsan, damaq yarıqları hara, sınan diş protezlərinin təmiri hara. Dedim, mən üçün Allah canı sağ olasın. Belə dişim bağırsağımı kəsir də. Getdim Yunus müəllimin yanına, dedi, gəl, qramat almışıq. Dedim, qramatı qoy qara, Allah canı sağ olasın da. Məni birincilərin arasına verəsiydilər, vermədilər universitet üzrə. Dedim, niyə? Dedim, verdilər sınan protezlərinin təmirini. O da Çingiz müəllimi çağırdı. Biraz məsləhətlər verirlər, narahat olma, olur belə şeylər, cəmiyyətdə belə haqsızlıqlar falan olur. Sonra mənim elmi rəhbərimə zəng elədi, Xarkov Leonid Viktorovичə. 20 il Kiyevdə bir yerdə işləyiblər. O dövrdə də Xarkov Leonid Viktorovich uşaq üst sənəd kafedrasının müdiri idi. Zəng elədi, Leonya, mənim bəs tələbəm gəlir. Qıllığındadır demədi, dedi, şimdi götür bunu, özünə götür. Bax, belə getdim, o da sağ olsun götürdü. Mən 2 il böyük üst sənəd zərrəsində oldum. Sonra artıq koordinatordan sonra aspiranturaya keçdim. Leonid Viktorovichin yanına uşaq üst sənəd zərrə kafedrasında. Yəni dodaq dama sahəsində nə varsa mənimsəyə bildiksə mənimsədik. Yunus müəllim siz zəng edir. Leon. Leon rajeniya. Allah ikisine de rəhmət etsin. Bu arada deyim ki, Yunus müəllimdən də 1-2 il öncə Leonid Viktorovich də 74 yaşında rəhmətə getdi. Allah rəhmət etsin. Böyük məktəb buraxdılar. Böyük məktəb. Çox böyük məktəbdən, bax belə deyim. Bu sahə dodaq damaq yarıqları sahəsi böyük mövzudur. Azərbaycanda indi cidden kadrlarımız var, yəni bu işlə məşğul olacaq kadrlarımız var. O dövrdə Yunus müəllim Azərbaycanda Yunus müəllim bir dənə Yunus müəllim idi. Bir dənə Yunus müəllim eləyirdi və o dövrdə də indi belə böyük danışmaq çıxmasın. Məsələn biz indi 92-ci ildə, 93-cü ildə Yunus müəllim elədiyi damaq yarıqlarını bəyənmirik. Bu bəyənmirik deyirəm, yəni həddimiz şey deyil də, təbii ki, tibb inkişaf eləyib. Yəni o dövrün bir var Limberg metodu ilə əməliyyat eləyirsən, bir də var Waldorf-Kilner metodu ilə əməliyyat eləyirsən. Fərq çoxdur yəni. Yəni o dövrün dodaq yarıqları ilə bu dövrün dodaq yarıqları başqadır. O dövrdə bir başqaydı travma valideynlərə. Uşağın bununla doğulması. Təsəvvür bir kənddə doğulur, uşaq deyirlər sənin uşağın qurdağızdır, məsələn, dovşan dodaqdır. Yunus müəllim də kitabının bir hissəsində sırf bu barədə danışmışdı, ya deyim sənə. Ki valideynlərə uşağınız qurdağızdır, dovşan dodaqdır deyilməz. Bu travmanı valideyn qaldıranmaz. Haşiyədən çıxıram, 1-2 il bundan öncə bir valideyn övladını öldürmüşdü, qətlə yetirmişdi öz uşağını. Uşaq qurdağız dovşan dodaqda olduğuna görə. O ifadəni səsləndirmirik, dodaq damaq yarığı ilə doğulduğuna görə. Amma indi elə deyil. Məsələn, indi uşaq ana bətnində aşkar olunursa bu patologiya, o dövr ana bətnində aşkar olunmurdu. Hə, doğulanda deyirlər uşağın qurdağızdır. Belə ifadə ola bilərsənsə. Yəni bir valideyni demək olar sən uşağın qurdağızdır. Deməli bir dənə haşiyədən çıxma Yunus müəllim xəstəsi idi, mən aparırdım. Deməli uşaq doğulub qurdağızla, atasında olub, gizlədiblər bunu qız tərəfdən. Doğulan kimi buna deyiblər ki, o da tapşırıb ki, baxa birdən qurdağız olur mənim. Deyiblər ki, bəs uşağında dovşan dodaqdır. Bu gecə ilə xəstəxanadan uşağı götürüb gəlib ki, tez əməliyyata qayıdıram arxaya. Uşaq 5-6 saatda da doğulub da. Yəni o qədər insanlar onun özünə dərd eləmişdi. Başa saldıq ki, bunu çəksə az elə biraz böyüsün və s. Yəni bu əslində bizim dövrdə mən yadımdadır, Yunus müəllim assistent deyirdi. Yəni əməliyyat edirdi, hər şey ideal, amma sonradan ortodontik müşahidə yox idi. Sonradan loqoped məşğul ola bilmirdi. Valideynlər psixoloji hazır ola bilmirdi. Hətta valideynlər gəlirdi 6-7 yaşında bizim yanımıza. Uşaqlar danışmırdı. Deyirəm niyə danışmırsan? Deyir mən utanıram ki, danışanda səsi pis çıxır. Uşaq valideynlə danışmırdı. Amma yadımdadır, Mingəçevirdən bir xəstə gəlmişdi. Düzdür, yumşaq damaqda nitq suraz var. Uşaq o qədər sərbəst danışırdı. Hətta biz inanmırdıq ki, onda yarıq var. Valideyn deyir ki, mən özüm çox danışdırdım ki, qoy bilinməsin də. Yəni bu məqamlar əslində çox ciddi məqamdır. İndi necədir? Həmin əməliyyatdan sonraki reabilitasiya dövrləri varmı? İndi mən sizə deyim də, məsələn o dövrlə 92 və 2000-ci illərlə 2026-cı ildə zaten ana bətnində aşkarlanırdı, yarıqla şey olursa. Damaq yarıqlarını demirəm də, damaq yarığı çox vaxt aşkarlaya bilmirlər. Dodaq yarıqları ilə doğulanların doğulmamışdan öncə valideynlərin məlumatı olur. Valideynlər ilk öncə bunu yenə dərd eləyirlər, amma valideyni doğulmamışdan öncə çağırırıq yanımıza. Valideynə bunun nə olduğunu, Allah oza bir onkoloji bir xəstəlik olmadığını,
2026-cı ildə rahatçılıqla aradan qaldırıldığını, yəni səbr eləsəz, bir etapda tam qaldırılmasın. 2 əməliyyatdan, 3 əməliyyatdan bu dodaq yarığı da, damaq yarığı da tamam aradan qaldırılır. Qaldırılandan sonra, əməliyyatdan sonra təbii ki, ortodontik müalicələrə, ortodontlara yönləndirilir, stomatoloqa yönləndirilir. Loqopedik dəstək mütləq alınmalıdır. O dövrdə tamam. Yox idi. Ədəbiyyat kasıbçılığı olub, məlumat olmayıb. Artıq 2026-cı ildə mən bu yaxında öz səhifəmdə ev şəraitində loqopedlə nə tərəf məşğul olmaq lazımdır. Tamam. Bu sahə üzrə loqopedlərimiz çoxdurmu? Barmaqla sayılacaq dərəcədə. Hətta 5 barmağın yarısı qədər yox. Axtarıb tapmaq xəstələrə yetəcək qədər olar. Çünki necədir hələ rast gəlmə tezliyi bu xəstəliyə? Çoxdur. Allah Yunus müəllimə rəhmət eləsin. Yunus müəllim kitabında qeyd eləmişdi ki, hər 700 uşaqdan birində damaq yarıqları qeyd olunur. Bilmirəm, biz mi çox əməliyyat edirik deyə yoxsa genel olaraqsa, amma mən düşünürəm ki, artıq hər 700 yox, hər 400 uşaqdan biri. Ümumiyyətlə bizim dövrün o vaxtda, yəni bizim dövrdə 2005-ci illər, 2005-2010-cu illər arası belə bir mübahisə gedirdi. Plastik cərrahlar da bu əməliyyatı edirdi. Ümumiyyətlə bu əməliyyatı ideal icra edən plastik cərrahlardır yoxsa üstçən cərrahlardır? Bax, bu sualı mən bir sənə cavab verim. Bu əməliyyatı ideal icra edən həkim cərrah, klefçi cərrahdır. Nə bütün plastik cərrahlar bunu eləyə bilməz, nə də bütün üstçən cərrahları bunu eləyə bilməz. Yəni bu əməliyyatı eləmək üçün, bu əməliyyatı eləmək üçün klefçi olmaq lazımdır. Yəni beynəlxalq məsələ Amerikada Smile Train təşkilatı var, sırf yəni klefçilərdir. Onlara məsələn klefçi deyəndə daha həkim, daha xoş qəbul eləyir özünü. Amma bütün plastik cərrah bunu eləməlidirlərmi? Deyil, eləyə bilməzlər zaten. Bütün üstçən cərrah bunu eləyirmi? Yan dalda belə Türklər deyir yan dal, yəni dar ixtisası üzrə. Bütün zaten plastik cərrahiyyə, Türkiyədə plastik cərrahiyyə, məsələn dodaq damaq yarıqları plastik cərrahiyyənin içindədir, maksilofacial alanındadır. Türkiyədə üst çənə cərrahisi yoxdur, ağız çənə cərrahisi var. Bizdə də üst çənə cərrahisi var, amma hamı onu eləməz. Nətər ki, məsələn, bütün stomatoloqlar səncə, bax, bu sualı gerçəkdən verirəm, amma bütün stomatoloqlar implant qoya bilməlidir səncə? Və qoymalıdır səncə bütün stomatoloqlar? Yox, səhv yanaşmadır ümumiyyətlə. Yəni, bu dəqiqə hansı küçəyə yaxınlaşırıq, bütün stomatoloji klinikalarda yazılıb elanında vurublar ki, ortopediya, diş çəkmə, ağrısız diş çəkmə, iynəsiz diş çəkmə, nə bilim üfürməklə diş çəkmə, kəsiksiz implant. Belə olar, mən bununla qarşısını alan yoxdur. Ayaqları saxta stomatoloqlardan danışırıq. İndi keçək gerçək stomatoloqlar. Bütün gerçək stomatoloq implant qoymalıdır səncə? Və bütün gerçək stomatoloqlar implant qoya bilərmi? Ümumiyyətlə biz digər ölkələrdə çox izləyirik. Məsələn, Amerikada belə bir çox da sərt qaydalar yoxdur. Sadəcə sən oxumalısan, sənə icazə verilən təhsil qədər də işləyə bilərsən. Təbii ki, uzman oldunsa həmin sahə üzrə, sən əlavə gəlir faizi alırsan. Hətta orada kompüter tomoqrafiyanın xüsusi bizdəki kimi bariumlu otaqlarda saxlamırlar. Elə keçid otağında da saxlaya bilərlər ki, şüası o qədər də pis təsir eləmir. Yəni hər ölkənin yanaşması fərqlidir. Amma sən deyən kimi bir işi mütəxəssis görsə daha yaxşı olar. Təbii. Ümumiyyətlə gəl valideynlər haqqında danışaq. Biraz daha detallı mesajları ötür valideynlərə. Çünki nə qədər tibb inkişaf eləsə də, doşandodaq qurdağızla doğulsalar, damaq yarığıyla doğulsa uşaq araşdırıb yenə sizləri tapacaqlar. Amma yenə də sizə tapana qədər, əməliyyatın nəticəsi olana qədər bir xeyli vaxt gedir və onlar psixoloji sarsıntı keçirir. Mən istəyərdim ki, o valideynlərə bir ürəkdirək verəsən. O valideynlərə mən ürəkdirək zaten veririk də mütəmadi olaraq veririk. Mütəmadi olaraq yeni doğulmuş uşaqlar və ya doğulmamışdan valideynlərlə kommunikasiya yaradırıq zaten. Yəni doğulmamışdan çağırırıq yanımıza. Bir də çox psixoloji şeylə olurlar onlar. Heç gözləmədikləri halda birdən deyirlər ki, məsələn uşağın dodağında yarıq var, damağında yarıq var və ya uşağın qurdağızıdır. Çox siz birinci dəfə dəyişdirir onun üçün. Bilmir. Yəni bir valideyn nə qədər doğru qəbul eləyə bilər ki, yəni mən uşağım doğuldu, 9 ay gözlə ki, doğulacaq. Dodaq yarağı ilə, damaq yarağı ilə, nə bilim, kalaboma, makrostemiya, nə bilim, Francesca-Perrabin sindromu ilə, hələ bu ən ağırlarıdır. Bunun valideynə nətər demək olar? Ona görə nə edirik? Təkcə bizim psixoloji dəstəyimizə ehtiyac yoxdur. Bax, genel psixoloqa ehtiyacları yoxdur. Bir dəfə gəlsinlər, söhbət eləsinlər həkimləri ilə. Mən Əli, Vəli, Məmməd fərq eləmir. Ki, amma getdikləri həkim də klefçi olsun. Onun dönə-dönə altını vururdum. Azərbaycanda neçə nəfər var? Sırf bu ixtisasla, dar ixtisasla məşğul olan. Yəni bir əlin 5 barmaq qədər var. Ana doktorundan səni tanıyır. Var. Bir 10 nəfər var? Yox, 10 nəfər yoxdur. 5 nəfər klefçi var Azərbaycanda. 3-5 nəfər klefçi var. Ciddən məşğul olan. 3-4 nəfər var.
Ağırlaşma çox gəlir yanıma. Ağırlaşma çox gəlir. İkincili Ağırlaşma çox. Bilirsiniz niyə? Ağırlaşmanı klefsi eləmir. Toys əməliyyatı klefsi eləmir. Ona görə məsələn, klefsi yenə açıqlama verək. Kleft yarıq deməkdir. Damaq yarığınla məşğul olan. Kleft yarıq deməkdir. Kleft ixtisasla məşğul olan. Məsələn, qeyri-profil ixtisas götürsün əməliyyat etsin, ağırlaşmasına. Bu gün bizə 3 manata gəlməyən gedir 1 manat elətdirir. Sabah o ağırlaşmanı 7 manatla 10 manatla aradan qaldıram. Mən bir neçə dəfə plastik cərrahın assistenti olmuşam, görmüşəm və həqiqətən də mən Yunus müəllimlə gördüm necə 3 qatlı tikir damaqlar və s. Protokolla oldu. Plastik cərrahlar 1 qatlı tikirdi. Yəni mən gördüyüm o idi. Hətta Türkiyədə də görmüşdüm. Yəni mən onda fərqi hələ onda hiss eləmişdim 2005-ci ildə. İndi artıq mən uzun illərdir damaq dodaq yarıqlarından uzağam, amma rəhmətli Yunus müəllimin saytında videolara bax mən çəkmişdim. Bir əlimlə assistent deyirdim, bir əlimlə kameraya çəkirdim. Hələ o dövrdə. Türkiyənin özündə də çox mükəmməl icra olunur. Yəni dodaq damaqları yaxşı icra olunur. Bizim özümüzdə də kadrlarımız var ki, mükəmməl. Bu işin yəni bu işi bacaran eləsin, ondayam mən. Yoxsa heç kimin ruhusuna belə qarşısı deyil. Yox, təbii ki, bizim burada məqsəd qazanc deyil, düzgün insanlara mesaj ötürməkdir. Ümumiyyətlə mən düşünürəm ki, bu cür bu qadın mərkəzləri, sonra poliklinikada tibb bacıları ki, evlərə gedib gəlirlər, ali həkimlər və s. Mən düşünürəm ki, bunlara ixtisaslı həkimlər tərəfindən təlim keçirilməlidir. Dövlət poliklinikasının içində ya Həmkarlar İttifaqı tərəfindən, ya Səhiyyə Naziri tərəfindən həmin həkimlərlə məncə ya tibb bacılarla siz görüşlər keçirməlisiniz. Onlara bu xəstəyə haqqında danışır və onun tam müalicəsini alır. Haşiyədən çıxır, haşiyədən qırağa çıxır. Bu dediyin əvvəllər elə idi. Artıq uşaq məsələn doğum evində uşağın deyilir ki, sənin uşağın məsələn dodaq yarağı ilə, damaq yarağı ilə, quru dağız, doşandığına doğulub. İnternet, yəni sosial şəbəkələr o qədər inkişaf eləyib ki, qadın hamilə, yəni doğuşdan sonra xəstəxanadan çıxmamış araşdırıb eləyə bilir. Yəni o məlumatlarını ala bilir. Kimlər eləyir, nətər eləyir falandı. Ona görə artıq o poliklinikadan o dediyin o məsləhət verilməyi, yönləndirilməyi o dövrü keçdi artıq. Çünki kifayət qədər internetdə məlumat ala bilirlər. Sadəcə dəstək olunacaq mövzu nədir? Psixoloji dəstək. Ki, sənin uşağın sağ-salamat cəmiyyətə qovuşacaq. Yəni biraz səbirli ol. Sağ-salamat sənin uşağın cəmiyyətə qarışacaq. Dodağı da düzələcək, damağı da düzələcək, dişlərini siz həll eləyirsiniz. Psixoloji dəstək alacaq, loqopedini alacaq, cəmiyyətə sırf fərd kimi yəni qazandırılacaq o. Geri o xəstələrlə neçə ildən bir görüş edirsiniz? Yenidən müayinə və yaxud da ki bir baxış keçirirsiniz yoxsa? Vallahi xəstələrimiz biraz o baxımdan vəfasızdırlar, söz verirlər, gəlmirlər. Əslində bir kontrol edirəm. Çünki biz əməliyyatdan sonra gəlməyim 2-ci ildə fikrim yoxdursa, yəni hər şey normaldırsa, ortodontun öhdəsinə buraxırıq. Mən tövsiyə edirik ki, ortodont məşğul olsun. Arada vaxt eləyin, gəlin deyirik, gəlmirlər, gəlib çıxa bilmirlər. Amma belə gələnlər də var da. Əslində bir hər 5 aydan, 6 aydan bir deyirik ki, yolunuz buradan keçəndə daha o həddə satmışıq. Az qala yalvaraq ki, yolunuz buradan keçəndə gəlin bir deyin. Səninlə bir yerdə elədiyimiz əməliyyat vardı 2 il əvvəl. O xəstə tikiş söküləndən sonra ki, gəlməyib. Bilmir reabilitasiyası necə olacaq. Yaxşı olar. Amma o çox vacib məqamdır. Buradan xəstələrə mən də mesaj kimi ötürüm ki, ümumiyyətlə əməliyyat olundan sonra mütəmadi əlləxüsusda bu cür anomaliyaların olanda mütəmadi həkimlə əlaqədə olmaq lazımdır. Ən azından hər hansı bir dəyişiklik olsa erkən üstünə düşmək lazımdır. Və yaxşı olardı ki, əməliyyat olunmuş, yaxşı nəticə almış xəstələrin ya video müraciəti olsun, video çəkilişi olsun ki, yeni doğulmuş valideynlərə də göstərmək lazımdır ki, yəni narahat olmayın da bu anadan gəlmə qüsur olsa da əməliyyatı var, gözəl də nəticə əldə etmək olar. Bir də bu təkcə cərrahın işi deyil. Cərrah ən işi görə ənlərdəndir cərrah. Ən çox ağırlıq çəkən, ən çox əziyyət çəkən cərrah olur əməliyyatın. Amma bundan sonra ortodontun da mütəmadi olaraq yanına getsə, loqopedin də getsə, psixoloqun da getsə, lor həkiminin, nə bilim bu bir komanda işidir yəni. Ortaya kifayət qədər ciddi nəticələr çıxır. Sənin komandan varmı? Yəni səni yönəldirsən? Bəli, loqoped açıq xəstələrin öz inisiativinə buraxıram. Loqoped seçimini xəstələrin özünə buraxıram çünki biraz bizim anlayış biraz fərqlidir ki. Həm də məsafələr də ola bilər. Təbii ki, ortodontlarımıza yönləndiririk. Ən çox hansı rayondan müraciət olur? Bax bu son dövrlər ən çox cənub zonasından gələn xəstələrdir. Son dövrlər ən çox cənub zonasından gələn xəstələrdir. Qəbələ, Oğuz, Şəkidən yenə olur müraciət? Olur. Azərbaycan bütün, yəni Naxçıvan, bir də Azərbaycanın bütün şeylərindən xəstələrimiz gəlir. Amma statistik soruşsam, bəlkə də mənim yəni qismətimə ən çox cənubdan gəlir, amma ən çox mən cənub zonasını görürəm. Bu aralar, bu dövrlər, son illər cənub zonasında çoxdur.
Ümumiyyətlə etiologiya ilə maraqlanırsan, valideynlər hər hansı bir xəstəlik keçirmələr. Etiologiya maraqlanırsan deyəndə mən bunun etiologiyasını akademik səviyyədə araşdırmışam. Yəni mənim alimlik dissertasiya Sırf Azərbaycanda məsəl üçün olan nə ilə qaynaqlana bilər? Azərbaycanda ən çox mən deyim yaş faktoru, bir də genetik faktordur. Qohumluq evliliyi falan. Təbii. Yəni genetika deyəndə onu da irsi şeyə qoşuram. Qohum evliliyi ki, kimlərinsə qohum evliliyi, hə düz deyirsən. Qohum evliliyi, genetika plus şey. Qohum evliliyi də zaten o vaxtlar çox idi də indi azalıb qohum evliliklərimiz. Yenə var bəlli bir bölgələrimizdə, amma bu dəqiqə ən çox yaş faktorudur. Yəni 35-37 yaşın üzərində, 35 yaşın üzərində hamiləliyi belə öz işlərinə qarışmaram da biraz ginekoloji məsələdir. Planlaşdıranda biraz diqqətli olmaqla daha sağlam bir hamiləlik planlaşdırılmasını məsləhət görürəm. Çünki ən çox yəni 37 yaşın mayalanması ilə 20 yaşın, 25 yaşın mayalanması keyfiyyət baxımından təbii ki, fərq eləyəcək. İndi mən sənə sual verim də, məsələn, stomatologiyanın mərkəzlərində olandan birisən. Azərbaycan stomatologiyasının inkişafında olan xidmət göstərən fərdlərdən birisən. Bu işlər məsələn mən bilirəm ki, öz cəmiyyətiniz var, konferanslar verir. Bu nətər oldu yarandı? Neçə il bunlar, nətər nizamla düşündünüz, nətər oldu ki, belə bir cəmiyyət yaradaq, belə bir qurum yaradaq? Ümumiyyətlə mən həmişə deyirəm, Azərbaycan stomatologiyanın, müasir stomatologiya inkişafında bir neçə insan var ki, təkan verir. Onlardan biri Cabbar doktordur, bizim Rəsul doktordur, Xəqani doktor var və digər dostlar var ki, artıq sonradan sayıları artdı. Amma hamısı sırf bizim vaxtında gözəl bazamız olmadığına görə xarici ölkələrə gedib öyrənib gətirib və burada tətbiq etməyə çalışdıq. Ona görə də müxtəlif stomatoloji akademiyalar yarandı. Mən də 2007-ci ildən sonra bu günə qədər aktiv bu təşkilatçılıqda varam. Hətta özüm bütöv Azərbaycan layihəsi elədim, rayonlara gedib, regionlarda həkimlərə təməl implantologiyadan seminar və maket üzərində master klass verdim. Hətta 50-55 yaşında həkimlər var ki, ilk dəfə həyatında tikiş qoyurdular. Yəni o qədər sevincli idilər. Yəni deyərdim ki, stomatologiyamız nə qədər inkişaf eləsə də, əfsus olsun, boşluqlar da çoxdur. Ən çox da regionlarda çoxdur. Çünki həkim çatışmazlığı var. Təbii ki, yaxşı həkim ya Bakıya gəlir, ya da xarici ölkəyə üst tutur. Mənim üçün ürək yanğısından deyirəm ki, əfsus olsun ki, axırıncı kursda təhsil alan uşaqların 90% artıq xarici ölkəyə gedir. Bunun müsbət tərəfi ondadır ki, təbii ki, bizim akademik köçümüz olur. Yəni gedib xaricdə öyrənirlər. Gedənlərin də bir 20% qayıtsa Azərbaycana üstünlükdür. Amma pis tərəfi də ondan ibarətdir ki, beyin axını, yəni bu heç bir təbii resursla əvəz olunan bir şey deyil. İndi gələcəkdə ümid edirəm ki, Azərbaycanda qalıb çox işləyirlər. Ona görə regionlarda boşluq çoxdur. Məsələn, Gədəbəy rayonundan o gün bir həkimlə danışdıq. Gədəbəy rayonunda dövlətdə 2 həkim işləyir. Onda birini də ixtisara salıb, bir nəfər qalacaq. 110 min əhalisi olan şəhər üçün çox az bir saydır. Amma ümumilikdə götürəndə Azərbaycanda özəl klinikalarda mikroskopla çalışan həkimlərimiz, rəqəmsal texnologiyanla çalışan həkimlərimiz var və ümid edirəm ki, bu da davam edəcək. Təbii ki, artıq nəsil dəyişir, gənc kadrların üzərinə düşür məsuliyyət. Onlar da biz necə cavanlığımızda hər şeyə maraqlıydıqsa, onlar da artıq bu yolu tutmalıdırlar. Ümumiyyətlə, Yunus müəllim nə qədər kobud, zəhmli olsa da qəlbən çox incə bir insan idi, kövrə insan idi. O çox maraqlı şeirləri var idi. Hətta mən onun ad günündə çıxışında o videonu çəkmişdim. Sonra dünyasını dəyişəndən sonra mən onu bölüşdüm. Və xəyal da bizim içimizdə Yunus müəllimə ən çox oxşayan odur. Xəyal da poeziya həvəskardır. Səhifəsində həmişə maraqlı bir şeirlər deyir. Ümumiyyətlə, bizim bugünkü görüşümüzün, söhbətimizin sonunda istəyərdim ki, bir ədəbiyyat haqqında danışaq qısa. Ədəbiyyat haqqında da mən biraz təbiət xarakterli insanam. Yəni, arada nə bilim, üzüm eləyərəm, arada bir şey deyərəm. Bu ədəbiyyat məsələsi biraz dərin mövzudur Hüseyin. Biraz ədəbiyyat barədə danışaq deyərək, biraz cəmiyyətin də psixologiyasından maraqlanır. Çünki bizim dövrümüzdə bizim çox dərinliyə getməyəcəm. Bu dövrün gəncləri məsələn ədəbiyyatla maraqlanırmı? Məsələn, axırıncı nə vaxt bir kitab oxuyublar, roman oxuyublar və ya poem oxuyublar, nə vaxt bir şeir oxuyublar. Küçədə bir 10 nəfərdən, 10 dənə tələbədən, yəni gənc yaşları deyirəm də. Kitab oxuyanlar var, amma onların çoxusu özünə inkişaf, biznes bu barədə. O baxımda yox, mən biraz mənəvi zənginlik baxımından, mənəvi zənginləşmə baxımından deyirəm. Məsələn, ədəbiyyat oxuyurlarmı? Məsələn, bilirsən, ədəbiyyat da məncə yenilənmir. Artıq məsələn mən mənim övladım 8-ci sinifdə oxuyur. Mən öz övladımdan Hüseyn Cavid soruşsam, Mikail Müşfiq soruşsam,
bəlkə keçdikləri Ümumi tarix məlumat baxımından, kimi keçdikləri tarix baxımından repressiya qurbanı olduqları barədə məlumat verirlər. Amma desəm ki, məsələn, öz oğlanıma desəm ki, mənə bir Mikail Müşfiqdən bir bənd şeir dinlə. Səməd Vurğundan, Hüseyn Caviddən danış, adını biləcəklər. Yəni məncə bunlara indiki müasir 2026-cı il ədəbiyyatımızın mən çoxlarını bilmirəm. Mən məsələn Ramiz Rövşən həvəskarıyam. Mən Vahid Əziz həvəskarıyam. Bilmirəm, ədəbiyyatda son məsələn Azərbaycan ədəbiyyatında yer alıblar bunlar. Bizim oxuduğumuz dövrdə ən son Bəxtiyar Vahabzadə idi, Zəlmxan Yaqub idi və adlarını xatırlamadığım üzrlü sayılmır, xatırlamaya bilərəm. Məsələn, bilmirəm, Ramiz Rövşən salınıbmı müasir Azərbaycan ədəbiyyatına? Vahid Əziz salınıbmı? Mən sənə bir söz deyim. Mən bu yaxınlarda bir TikTokda bir şeir yazan tanıdım. Buradan salınması. Şəxsən belə tanış deyilik. Adı nə idi? Gücdə adını deyim abi. Adı Səddam Laçın. Səddam Laçını mən növbələrdə qardım, Abşeronda işləyirdim o zaman. Səddam Aslan buna yazdım ki, mən bir dənə kitabını sat alım da, səndən kitabını satalım. Dedi ki, doktor, hara gətirim, dedim filan yeri, dedi, yaş başdır. Şair özü, deyir, bir ifadə var, deyir, həbsə məhkum olunmuş şairin şeirləri də məhkumdur. Yəni, şair özü, öz əli ilə kitabını gətirib Abşeron Mərkəz Xəstəxanasına. Təəssüf ki, qovuşa bilmədik. Mən əməliyyatda oydum, qızlara verdi. Şair özü gətirir. Bax, bu cür mütəvazi bir insanın qələmindən çıxana bir vaxt deyir, mən sən neynirəm ki, sən olsan da sevirəm, olmasan da sevirəm. Ey yanağı Yasəmən, dodaqları qızılgül, payız gələndə qorxma. Sən solsan da sevirəm, solmasan da sevirəm. Sən sev deyə sevmirəm. Mən minnətsiz sevirəm, qarşılıqsız sevirəm. Sizin sevgiləriniz bugün olur, sabah yox. Mən sevəndə bir ömür, ayrılıqsız sevirəm. Mən sən neynirəm ki, sənsiz keçən günlərin hər günü bir şeirdir, hər günü bir qəzəldir. Səndən gözəl olmasın, sənsizlik də gözəldir. Bax, mütəvaziliyə bax. Bunu bu şair eləyib də, yəni kitabını öz əli ilə götürür, gəlir. Biraz dər mövzulardır Hüseyn, ona görə bu şeir məsələsi sizin də çox dərinlərə girmir. Məncə düşünürəm ki, söhbətimiz maraqlandı. Hələ. Belə köhnə illərimizi yadımıza saldıq. Tələbəliyi, institutun bitirəndən sonra yeni o dövrlər. Necə deyirlər, istəyir özəl klinika olsun, istəyir dövlət klinikası olsun. Biz xəstələrimizi həmişə sevirik. Çünki biz həkimi artıq bu statusu almışıqsa, bizim borcumuzdur ki, insanlara düzgün tibbi xidmət göstərək. Bəzən borcumuzu sözünü səhv bilirlər. Elə bilə gecə saat 2-də, 3-də zəng eləmək borcumuzdur, onlara cavab vermək. Biraz səhv anlaşılır, amma bizim borcumuzdur ki, insana düzgün tibbi xidmət göstərmək. Bu baxımdan da sənə işlərində uğurlar arzu edirəm. Bütün həmkarlarımıza uğurlar arzu edirəm. Düşünürəm ki, Azərbaycan stomatologiyası necə yüksəlibsə, Azərbaycan tibbin digər sahələri üzrə də bizim ixtisaslı həkimlərimiz olacaq. Olacaq, bir də şey vurğulayım, podkast eləməyimizin səbəbi mən yaxşı həkiməm, sən yaxşı həkimsən, o yaxşı həkim deyil ha. Podkast eləməyimizin səbəbi sosial mövqelərə toxunmaq idi, sosial problemlərə toxunmaq idi. Düşünürəm bu podkastları yenə biraz dərin, daha dərinləşdirmək eləmək lazımdır. İnsanları maarifləndirmək lazımdır. Bu belə deyək də, bu birinci seriya idi, giriş idi. Biz bunu elədik. Gələcəkdə sırf konkret mövzular üzərində də elə bilərik. Əgər sizə maraqlı mövzu varsa, şərh bölməsində yaza bilərsiniz. Biz yenidən görüşərik. Hərli uğurlar, çalışın, sağlam olun. Doktor podkastda görüşənədək.